Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçünsə 55 etsək daha optimal olar. Bunu Milli Məclisdə əmək pensiyaları haqqında qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşunda müzakirəsi zamanı millət vəkili Fəzail Ağmalı deyib. O bildirib ki, Azərbaycanda ictimai rəy indiki pensiya yaş həddini qəbul etmir. 60 yaş kişilər üçün, 55 yaş qadınlar üçün ən optimal yaş həddidir. Və nəzərə alsaq ki, insan 25 yaşından sonra başlayır işləməyə, 40 yaşına qədər çalışır, 65 yaşında pensiya çıxır, 3 ya 5 il maksimum 10 il o pensiyanı alır. Burada hardadır ədalət, hardadır haqq? Millət vəkili Əli Məsimli və Qüdrət Həsənquliyev də pensiya yaşının azaldılmasını təklif ediblər. Azərbaycanda artıq 5-5-dən artıq uşaq olanlar, çox uşaqlı ailələr çox az təşkil elədiyinə görə hesab edirəm ki, yenidən baxıb Azərbaycanda çox uşaqlı ailələrə 3 və daha çox uşağı olan anaları nəzərdə tutmaq lazımdır. Azərbaycanda pensiya yaşının dəyişməsi elə də ciddi dəyişikliklərə məruz qalmıyor. Kişilər üçün pensiya yaşının 63, qadınlar üçün 60 yaş olmasını daha məqbul hesab edirik. Bizdə çox vaxt pensiya yaşının yüksək olmasını Avropa ölkələri ilə əlaqələndirirlər. Amma Avropa ölkələrinin böyük bir qismində pensiya yaşı bizdən aşağıdır. Amma bizlə bərabər olanlar ölkələrdə isə orada orta ömür uzunluğu 83 ildir, 83 ildir. Yəni bunu nəzərə almaq lazımdır ki, neçə il insanlar pensiya ala biləcəklər pensiya çıxandan sonra. Bizdə qadınların pensiya yaşı aşağı salınmalıdır ki, həm də gənc xanımlar üçün, qızlar üçün iş yerləri açılsın. Bizdə bu sayədə ciddi problemlər var. Xüsusilə də təhsil olmayan qızların iş tapması xeyli dərəcədə çətindir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov deputatların sual və təkliflərini cavablandıran zaman deyib ki, yeni pensiya konsepsiyası üzərində işlərə başlanıb və burada səslənən fikirlər yeni konsepsiyada nəzərə alınacaq. Hazırki layihə bizim 2014-2020-ci il ərzində Cənab Prezident tərəfindən təsdiq edilmiş pensiya konsepsiyasından irəli gələn tapşırıqların icrası ilə bağlıdır və bildiyiniz kimi yeni pensiya konsepsiyasının üzərində də işlərə başlanılmışdır. Hazırda o müzakirə mərhələsindədir və bu səslənən məsələlər əlbəttə ki, yeni konsepsiyada nəzərə alınacaq. Çox uşaqlı ailələrdə uşaqların sayını bəlkə nəzərə alaq, sayın azaldılması. Sadəcə nəzərə almaq lazımdır ki, bu say 5 və daha çox bir neçə il bundan əvvəl, yəni qanunverici dəyişiklik aparılmışdı. Biz düşünürük ki, bir müddət sonra bu məsələyə yeni konsepsiya çərçivəsində yenidən baxa bilərik. Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da təqdim edilib. Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru Daxili İşlər Nazirinin birinci müavini General-Leytenant Seyfullah Əzimov bildirib ki, pandemiya zamanı iş yerlərinin bağlanması insan alveri risklərini artırıb. Bu baxımından insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib və dövrün tələbinə uyğunlaşdırılıb. Hesabat ilində 95 insan alveri qurbanı müəyyən edilmiş və həmin şəxslərin hamısı Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Onlardan 5 nəfəri 18-25, 59 nəfəri 25-35, 31 nəfəri 35-dən yuxarı yaş həddində olmuşdur. Nazir müavini deyib ki, insan alveri qurbanlarından 74-ü sığınacağa yerləşdirilərək hər birinə tibbi və psixoloji yardımlar göstərilib. Şəhla Poladova, Aydın Bayramov, Xəzər xəbər.